şagirdlər. Qalata mat 1 çarpanlar ayırma test 4-dən sual izahına başlayırıq. Yenə Ercanın yerində işləyəcəyik. Birinci sualda bu x kvadrat çıx 6y kvadrat. Mən buna x, buna mənfi 3y ilə mənfi 2y desəm toplayanda bu alınır. Onlar x çıx 3y və x artı 2y. Bu aydın Ercan. Aşağıda da mənfi 2xy alınması üçün olacaq x çıxılsın 3y və x üstə gəlsin y. Biraz kənardan səs var, amma məncə eşidirsiniz məni. X üstə gəl 2y böl x üstə gəl y, yəni D variantı olur cavab. 5-ci sual, bu necə ayıralım Ercan? M üstə gəl n, m üstə gəl 2. Burada da m çıx 4n mənfi 3 alınması üçün və m artı n. Bu bölmədə tərs çevirəm. 3m çıx 2n-də də 3'ü çıxartsam mötərizə xaricinə, m çıxılsın 4n qalır. Bu m çıx 4n'lər gedir, m üstə gəl n'lər gedir. Qalır 3 vur m üstə gəl 2n, o da olur 3m üstə gəl 6n. Aydındır. İkinci sual. Bunu necə ayıraq? X plus 5y və x çıxılsın 3y. Burada da 12-dirsə, 4-dən 3 desəm, x çıx 4y, x çıxılsın 3y. Bunlar gedir, qalır x üstə gəl 5y böl x çıxılsın 4y, yəni E variantı. 6-cı sual. 6-cı sualda bu aşağıdakı nəyin düsturudur? Düstur deyil. A çıx B-nə olduğu kimi yazdım. Aşağıdakı A çıx üstə gəl 3B ilə A çıx B-dir. 2AB alınması üçün. Böləndə tərsinə çevirəm, A üstə gəl B-ni aşağı yazıram. Bu da A çıx 3B ilə A plus B deyənə. Burada A plus B-lər gedir, A çıx B-lər gedir. Qalır bir dənə A çıx 3B böl A üstə gəl 3B. Və bizə verir ki, cavab 2-dir. Buna çarpaz vursam alınır A çıx 3B bərabərdir 2A üstə gəl 6B. Mənfi A bərabərdir 9B. Mənfi A bərabərdir 9B. Biz də aparıb A bərabərdir mənfi 9B. A-nı yenə mənfi 9B yazsaq, B-lər gedir, mənfi 1 bölünsün 9 olur. Üçüncü sual. A bərabər deyil mənfi 2B. Birinci bunu vuruplarına ayıraq. Necə ayıraq Ercan? Birinci B kvadrat keçir o tərəfə, 0 olsun bir tərəf, çıx 5AB, çıxılsın 14B kvadrat. Bərabərdir 0. Bu necə ayıraq? A çıx 7B ilə A üstə gəl 2B. Bərabərdir 0. Bunun 0 alınması üçün bunlardan ən azı biri 0 olmalıdır. Amma bizə deyir ki, A bərabər deyil mənfi 2B. Onun üçün bunu 0 götürmürəm. Bu 0 olsa A mənfi 2B ilə bərabər olur. Bunu 0 götürürəm. A çıx 7B bərabərdir 0. A olur 7B. A böl B də olur. 7B böl B, yəni 7. İndi burada başlayaq. Yuxarı necə ayıraq? 2A artı B və A 2A eksi B və A artı B. Burada da aşağıda olduğu kimi yazdım 2A eksi B. Bu hissədə də 2x artı y və x çıxılsın y. Bunlar gedir. Bunlar da gedir. Qalır A plus B. Biz bunu tərs çevirməmişik. Tərs çevirməmişik. Bölümü olmalıydı bu. Bölünsün bu ifadədir. A plus B bölünsün x çıx y. Hansı variant? E variantı. Dördüncü sual. Dördüncü sualda bu hissəyə baxaq, n kvadratı keçirsəm bu tərəfə 2m kvadrat çıx 3mn çıx 9n kvadrat bərabərdir 0. Olur 2m 3n-dən 3n mənfi 3 alınmalıdır. Buna mənfi 3 desək, mənfi 6 üstə gəl 3 bunu verir. Yadında da çarpaz vurup toplayırdım. Sonra necə qruplaşdırdıq? Qarşı-qarşıya, bəli, 2m vur 3, 2m artı 3n, m çıxılsın 3n bərabərdir 0. Bu 0 ola bilməz, çünki bizə deyir ki, m bərabər deyil 3n. 2m üstə gəl 3n-ə 0 desəm, buradan 2m alınır mənfi 3n. Yəni buna bir 3k desəm, bu da mənfi 2k olur. Yerinə qoyuram 3 böl mənfi 2, yəni B variantı. 8-ci sual.
8-ci sualda bunu vurub açıram. M kvadrat çıx 2m. Bunu açsaq M kvadrat artı çıx 2m plus m çıx 2 çıx m üstəgəl 2. Burada 2m. Burada yuxarıda alınır 2m kvadrat. Mənfi 2m, mənfi 2m oldu mənfi 4m. Üstünə də 2 bu m'lər getdi. Oldu mənfi 4m. eksi 2 ile artı 2. Eksi 2 ilə də artı 2 gedir. 2m kvadrat çıx 4m. Burada da 2m. Yuxarıda 2m çıxartsaq, qalacaq m çıx 2. Düzdür? Burada da 2m. Bunlar gelir, qalır m çıx 2. Yəni A variantı. 9-a baxaq. 9 tipli suallarda biz əvəzləmə eləyirdik, amma burada əvəzləmənin bizə faydası olmaz. Ona görə belə bir şey eləyəcəm. Bu A artı 2'nin kvadratı nə deməkdir? A artı 2, A artı 2. Bu da 2 ilə mənfi 1. Burada da bu A artı 3, A artı 3, mənfi 3 almalıdır da, mənfi 4 ilə 1. Aydındır. Yuxarıda olur A plus 2, plus 2, vur A plus 2, çıx 1. Bu da A plus 3 üstə gəl 1 və A plus 3 çıx 4. Düzdür? İndi baxaq, yuxarıda alınır A üstə gəl 4, vur A üstə gəl 1. Aşağıda da alınır A üstə gəl 4, vur A çıx 1. Bunlar gelir A plus 1 böl A çıx 1. B variantı. Bu da 4. 13. 13'dən eləyə bilərik. Bunu ayıraq edəcəm. Bunu ayırsaq nə olar? Mənim x vurulsun eksi X eksi 2. x eksi 2 x artı. Eksi 1. Eksi bir. Bu ne olmalıdır? Bu X eksi 4. X X eksi 3. x eksi 3. Burada x'i çıxardıram. Burada da qaldı x çıxılsın 1. Bunu ayırsaq nə olar Ercan? Mənfi 5 alınması üçün x çıx 3 ilə x çıx 2. 2. Bu x çıx 3'lər gedir, x çıx 1'lər gedir, x çıx 2'lər gedir, qalır x çıx 4 bölünsün x. Bunu da ayırsaq, x də x çıx 4 bölü x. Bu da olur 1 çıxılsın 4 bölü x. Yəni B variantı. 10-cu sual. 10-cu sualda biz bu A üstəgəl içə bir şey deyəyimi, yoxsa belə mi saxlayaq? Saxlayaq. A üstəgəl 3'ü çıxardıram Erzan. Nə qalır? A üstəgəl 3'ün kvadratı üstəgəl 3 vurulsun A üstəgəl 3 və 2. Başa düşdün bunu? Aşağıda da olur A üstəgəl 5 vur A üstəgəl 4. İndi fikir verək. Birinci A üstəgəl 3 olduğu kimi yazdım. Burada bunu A üstəgəl 3, A üstəgəl 3 desəm kvadratda axı. Buna da 2 ilə 1 desəm toplamda 3 alınır. Onlar A üstəgəl 3 üstəgəl 2 və A üstəgəl 3 üstəgəl 1. Düzdür? Bu da olur A üstəgəl 5, A üstəgəl 4. İndi Erzan A üstəgəl 3 üstəgəl 2, bu A üstəgəl 5 eləmir. Bəli. Bunlar getdi. Bu da A üstəgəl 4 eləyir. Bunlar da getdi. Qaldı bir dənə A üstəgəl 3, yəni A variantı. 14-cü sual. 14-cü sualda bunları birinci ortaq mərkəzə gətirsəm, yuxarıda ortaq payda nə olar? X kvadrat. Kvadrat. 1. Bunu x-ə vuram, çıx x. Axırıncını x kvadrata vuram, çıx 2x kvadrat. Aşağıda da x kvadratda yenə 1 üstəgəl x. Bunlar gelir. Bunu çarpanlarına ayırsaq, deməli, mənfi 2x kvadrat çıx x üstəgəl 1'dir bu. Bunu çarpanlarına ayırsaq, mənfi 2x ilə x desəm, bura 1, bura da 1. Mənfi 2x'i 1'ə vuranda, Mənfi 2x. x'i 1'ə vuranda, X. toplayanda mənfi x. Oldu mənfi 2x artı 1 və x artı 1. X artı 1. Aşağıda da x artı 1 var. Bunlar gedirlər. Qalır mənfi 2x artı 1. Yəni 1 çıx 2x deməkdir. D variantı. 11-ci sual. 11-ci sualda bu x kvadratı yazıram xx və a ilə 1. Olur x artı a və x artı 1. Düzdür? Ortada da fikir ver. X vur a plus 1 var. A ilə 1'in cəmi. Bu necə ayrılır? Sən də? X artı 2, x artı 1. Əla. Bərabərdir. Bunun olduğu kimi köçürəm. Bunun da olduğu kimi köçürəm. İndi burada nələr gedir? Bunlar X gedir. artı 1'lər. Bəli. İndi burada fikir verək.
Bu x artı 2, 3x artı 6 alınıb. X artı 2-dən 3x artı 6 almaq üçün nəyə vurmalıyam? 3'e. 3'ə. Deməli, yuxarıda 3'ə vurulub və bu alınıb. Aydındır? Bəli. İndi x artı a-nı 3'ə vuranda 3x artı 1 alınırsa, x-i 3'ə vuranda onsuz 3x olur. Deməli, a-nı da 3'ə vuranda olub 1. Yəni, a nədir? 1 bölü 3. 1 bölü 3. Əla. 15-ci sual. 15-ci sualda aşağıdan başlayaq. Bunu ortaq vuruğa mı gətirək, məxrəcə mi gətirək, nəyə niyək? Yazıram m kvadrat, n kvadrat. Birincini n kvadrata vurdum, oldu n kvadrat. Bunu m-ə vurdum, çıxılsın 4m. Bunu n kvadrata vurdum, oldu 3m kvadrat. Bölmədir, tərs edirəm. m-in. Bunu vuruqlarına isə verəcəm. n, 3m, 3m. Olur n çıx 3m və n çıx n, m. Mənfi 3m ilə mənfi m toplayanda mənfi 4m olaraq. Bəli. Aydındır bu? Bəli. İndi bunu da ayırsam n. Gədə niyə ayırıram ki? Mən mənasız bir şey elədim. Bax ayıracam. Onsuz da burada aşağıda olan ondan eyni şeydir. Boşuna niyə ayıram ki? Fikir verək, bu da nədir? N kvadrat çıx 4m üstə gəl 3m kvadrat. Onsuz da eyni şeydir. Bunlar gedir birbaşa. Burada da m kvadratla bu mn gedir. Burada mn qalır. Burada da 1 qalır. 1 bölü mn, yəni A variantı. 12-ci sual. 12-ci sualda da buna 2x, x desəm, burada a çıx 2 alınmalıdır. A çıx 2-ni nətə alaq? ax çıx 2a olsun toplayanda. Bura birinə 1, birinə a yazacaq. Hansına 1, hansına a yazacaq? Qarşı-qarşıya vurub toplayanda bu alınsın. Buna 1 yazaq, mənfi 1. Burada a. Fikir ver, toplayanda ax, qarşı-qarşıya vuranda. 2x də mənfi 1-ə vuranda mənfi 2x. Və burada da ax çıx 2x. Qarşı-qarşıya yazıram. 2x çıx 1, vur x üstə gəl a. Amma sıralamanı deyəsən dəyişik yazdım. ax alınmalıdır toplayanda. Bu ax alınması üçün a-nı yuxarı yazaq, mənfi 1 aşağı yazaq. Ki, biz necə yoxluduq? Qarşı-qarşıya vurub toplayanda ortada 2 alınmalıydı. Mənfi 2x alınsın. Oldu 2x üstə gəl a və x çıx 1. X çıx 1. Bunu təkrar yazaq. 2x üstə gəl a, vur, x çıx 1. Aşağıda bu necə ayrılır? X çıx 5 və x çıx 1. Bərabərdir 2x çıx 4 və x çıx 5. Bunlar getdi. X çıx 5-lər də eynidir. Deməli, A nədir? Mənfi 4. Mənfi 4. Yəni B variantı. 16-cı sual. Birinci yuxarıda ortaq olan nədir yazan? Çıxardaq onu. A, mənim. Çıxartsaq nə qalır? 2a kare. Artı 3a, eksi 5. Eksi. Aşağıda yine A-nı çıxaram. Yox, A kvadratı kare. çıxardım. Əla yazan. 2a kvadrat, mən səhvlərimi düzəldim. 7a üstə gəl 5. A ilə A kvadrat gedir, burada A qalır. Yuxarıda da 2a yazsaq. Bunu burada yaza bilmirik, təəssüf ki. Düşünək yuxarıda 2a 3 alınmalıdır. Bura 1 yazsam, bura 5, müsbət 3 olmalıdır. Bura mənfi 1. Düzdür, 2a-nı mənfi 1-ə vurduq. Bu da 5 a nə oldu? 2a plus 5 və a çıx 1. 2a plus 5 və a çıx 1. Aşağıda da a kvadrat bir dənə a-mız qalmışdı. Əlavə burada nə olacaq onda? 2a, bura 1, bura 5. Yəni 2a üstə gəl 5 və a üstə gəl 1. Bu 2a plus 5-lər getdi. Qaldı a çıx 1 böl. A-nı da a plus 1-ə vuranda a kvadrat üstə gəl a. A çıx 1 böl a kvadrat üstə gəl a. Bu da E variantı. Bu da bu testin və dərsinin son sualı idi. Sağ olun uşaqlar. Sağ ol Erzan. Sağ olun.